Elə bir Amazonkada yaşayırıq. Burada yaşayırıq, valla cəngəllikdə yaşayırıq. Elə bir ki, bura prezidentə müraciət edirəm. Gəlin baxın bizim vəziyyətimizə baxın. Mənim oğlum veteran. Qoşum qazi burada. Başqa bir oğlum da orada veteran. Elə bil bura Azərbaycan deyil, unudulmuş ərazidir. 57 yaşım var, hələ evim yoxdur. Cəngəllikdə yaşayıram. Bunları söyləyən Şirvan şəhər sakinləri Media TV Azmedia qrupuna üst tutublar. Onlar xahiş edirlər ki, onların səsini media vasitəsilə ölkə rəhbəri cənab Prezident İlham Əliyevə çatdıraq. Şirvan sakinlərini təqdim edirik. Sani Rəhimoğlu, ikinci qrup Qarabağ qazisi. Mən burada 18 ildir yaşayıram, 18 ildir. Elə bir icraat tərəfindən bura məni yerləşdiriblər. Yaşamağımıza baxmayaraq, ancaq yaşamağımız çox bərbad haldadır. Elə bir Amazonkada yaşayırıq. Yəni ki, cənab prezidentimizə müraciət edirəm ki, bir komanda verdi, onun komandasını yerinə yetirdik. Ancaq bizim bu cəngəlliyimizi təmizləməyə neçə dəfə də müraciət eləmişik, deyirlər bizim balansımızdadır, hansısa bir müəssisə alıb bura. Qasımov Azad Sabaloğlu. Mən Şirvan şəhərinin sakiniyəm. 57 ildir burada yaşayıram. 69 təvəllüdəm. 57 yaşına keçmişəm, burada yaşayıram. Bu bizi o vaxt köçürtdülər. Dedilər ki, güya 2 otaqlı evimiz vardı. Atamın 2 otaqlı evi vardı. Dedilər 2 otaqda artırmışdıq qabağından. Onu söktürdülər bizə vaxtı ilə. Şəhərin ortasında olduğunu. Hökumətin razılığına o söktük. Sonra dedilər ki, biz də ailədə 3 evlad idik. 3 evlad 2 otaqda yaşayırdıq. Atam, anam. Sonra bizə dedilər ki, sizə ev verəcəyik. Mən bir evlad mənə getdilər, burada məskunlaşdırdılar. RMZ-nin uşaq bağçasında. Bu qədim tikili. O vaxt deməli tikilib bu, ancaq istifadəyə verilməyib. Uşaq bağçası kimi istifadəyə verilməyib. Elə uşaqlar yaşamayıb burada. Sonra qaçqınlar gəlib burada yaşayıb, müvəqqəti yaşayıb. Sonradan imkanı olmayan mənə kimi adamları buraya gətirib yerləşdiriblər. İndi biz burada yaşayırıq, valla cəngəllikdə yaşayırıq. Elə bir ki, dünyanın... Gedirəm sənəd almağa, sənəd alanda nə deyirlər, nə desələr yaxşıdır. Deyirlər ki, siz yaşayış yeriniz məlumdur. Bu ya icranın balansında, ya filan yerin balansındadır. Başa düşmürük, biz kimin balansında yox. Azərbaycanın torpağı, bu torpaq kimin balansındadır? Bu Şirvan şəhərində kimin balansındadır bu torpaq? Sənəd ala bilmirik. Qazımız, soçqımız, işığımız çəkiblər, çox şükür, o var, hər şey var, ödəyirik də, eləyirik də. Ancaq gəlin bir dənə, gəlin, cənab prezident, eybi yoxdur, prezidentə müraciət edirəm. Gəlin, baxın, bizim vəziyyətimizə baxın. Mənim oğlum veteran, qoşum qazi burada. Başqa bir oğlum da orada veteran. Bağçadan, 4 nəfər veteran var, buradan 1 nəfər qazi var bu bağçadan. Ancaq bizim vəziyyətimizə gəlin, baxın. Yolu çəkdilər, buradan çəkdilər. Elə bir ki, bura Azərbaycanın bir başqa dövlətin ərazisidir, bura İraq olsun. Girmək olmaz, eləmək olmaz. Gəlin vəziyyətimizlə maraqlanın. Mənim özümün burada bağçada insan kimi həyat yaşayışı nə deyim? Adamın hamam tualeti içərdə olar zadılar. Bizim vəziyyətimiz nətərdir? Çöldə tualet tikmişik, elə bir kətdə yaşayırıq. İnansan göstərə də bilərəm, bu nə olar? Baxın, bir vəziyyətimizə baxın. Hamısı cəngəlli, tikanlar, zətlər, bizim uşaqlar var, körpə uşaqlar var. Biri çıxsa eləsə, ilan vursa, bunu eləsə, bunu kim götürəcək boynuna? Yaşayırıq, Amazonkada elə bir cəngəllikdə yaşayırıq. Allahın asfalt yolu da yoxdur, bax, hər yeri var, bu bizdə. Yağış yağanda burada nə olur? Hamısı, bu daha, yağış basır buranı. Belə, nə bilim, bura, mən başqa cür başa sala bilmirəm. Bura Azərbaycandır, biz üçün Azərbaycan deyil. Bizim öz torpağımız da Şirvan torpağıdır. 57 il mən burada yaşayıram, mənim evim yoxdur. Prezidentə deyilən ki, prezident 57 yaşında olan Şirvan sakininin evi yoxdur. Ata-anadan qalma bir 2 otaqlı evimiz vardı, onu da vermişəm, axırıncı evladım bacım idi, ona vermişəm. Ev yoxdur burada, mənim evim yoxdur, mən bağçada yaşayıram. Heç olmasa bura sənəd versin də bizə, bağça kimi bizə şeyləsin, sənədləşdirsin bizi. Biz razıyıq, biz yaşayarıq, biz düzəltdirərik də bura. Sənəd versin, biz sənədlə zadla biz bilək ki, yaşayırıq burada.